Başqa hədisdə Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, qulun övladı öldükdə Allah Teala mələklərindən soruşar. Qulumun övladını mı aldınız? Mələklər buyurur ki, bəli ya Rab. Allah Teala yenə soruşur ki, qulumun ciyər parçasını mı aldınız? Mələklər buyurur ki, bəli ya Rab. Və sonra Allah subhanahu wa ta'ala deyir ki, bəs qulum nə dedi? Mələklər buyurur ki, ya Rabbi, dedi ki, sənə həmd etdi və inna lillahi və inna ileyhi raciun dedi. Allahdan gəlmişik və ona da qayıdacaq dedi. Allah Teala buyurur ki, quluma elə bir saray inşa edin ki, onun adını həmd sarayı qoyun. Amr ibn As radiyallahu anh buyurur ki, cənnətdə elə bir saray var ki, onun adı Adın sarayıdır. Ona Adın sarayı deyirlər. O sarayın 5000 qapısı var. Oradan ancaq nəbilər, yəni peyğəmbərlər, siddiqlər və şəhidlər daxil ola bilər.